Salam, hər vaxtınız xeyir olsun. Bugün o bu əvəzliyindən sonra vergülün işlənmə qaydasına baxacağıq. O bu əvəzliyi ismi əvəz etdikdə, yəni mübtədə funksiyasında çıxış edən zaman kimlə hara sualına cavab verərsə və onlardan sonra isim, sifət, say, zərf, modal söz, nida gələrsə vergül qoyulmalıdır. Məsələn, o 4-cü sinifdə oxuyur. Sual verirəm. Kim? O. Və burada da say gəlibmi? Bəli, bu saydır. Bu saydır. Və burada vergülü biz qoyuruq. Digəri isə, məsələn, bu kitab çox maraqlıdır. Burada vergülü təbii ki, qoya bilmərəm mən. Səbəb isə, burada bu sözünün, bu əvəzliyinin hansı sualına cavab verməkdir. Bu kitab çox maraqlıdır. Sual verirəm. Hansı kitab? Bu kitab. Digər bir nümunə isə, o, deyəsən, bu məlumatı bilir. Bilir ki, deyəsən sözü burada modal söz kimi işlənib. Vergül qoyulmasa belə biz bilərdik ki, bu modal söz kimi işlənib burada. Və qeyd elədim ki, burada da modal söz gələrsə, vergülü nə edəcəm? Mən qoyacam. Yəni, burada qoyulan vergüllər təbii ki, modal sözün vergülləridir. Yəni, bu şəkildə istifadə olunması doğrudur. Birdən sizə sualda deyər ki, o əvəzliyindən sonra gələn vergül, yəni onun vergülü deyil, özünün vergülü deyil. Biləsiniz ki, bəli, modaldan söhbət gedir burada. Daha sonra bu öz əlimlə əkdiyim meyvədir. Deməli, bu söz burada nə sualına cavab verir, doğrudur. Lakin, burada öz əvəzlik gəldiyinə görə vergülü qoya bilmərəm mən. İndi gəlin, bu harada qoya bilmərək, vergüllər o məqamı baxaq. Vergül harada istifadə olunmaz. O, bu əvəzliyi əgər işarə məqsədindən istifadə olunubsa, yəni hansı sualına cavab veribsə, vergül qoya bilmərik biz ondan sonra. Məsələn, bu əsər çox maraqlıdır. Hansı əsər? Bu əsər. Vergül yəni istifadə olunmaz. İkinci bir məqam isə, o bu əvəzliyindən sonra əgər əvəzlik, feil, qoşma, bağlayıcı, ədat gəlibsə, yenə də vergül istifadə edə bilmərik biz. Məsələn, o mənim dostumdur. Düzdür, o sözü burada kim sualına cavab verir. Lakin bundan sonra əvəzlik gəldiyinə görə mən vergülünü eləyəcəm, qoymayacam. O gələndə hava qaralmışdı, yenə də feil gəlib və qoya bilmərik vergülü. O ki, deyilənlərə əməl etmədi. Burada isə ki, köməkçinin hissəsi gəldiyinə görə vergülü qoya bilmərik. Sizə bir sualım var. Sualı videonun şərh hissəsinə yazarsınız. O, heykəlin yanında dayanmışdı. Cümləsində sizcə vergül qoyular, yoxsa qoyulmaz. Daha çox video üçün videonu bəyənməyi və yazmağı unutmayın.